Allah'ın bir yarı vardır. Ona Mustafa diyerler. Allah'ın bir yarı vardır. Ona Mustafa diyerler. Ona alemlere rahmet, həmin nurəba diyerler. Ne kadar yolun azanlar ona baxdı oldu mümin. Neçə eşqidən xəbərsizlərə eşqi etdi təqlin. Odur əhli eşqə sərvər, ona can fədadır min. Ona harda can verilsə, o yerə mina deyərlər. Allah'ın bir yarı vardır, ona Mustafa deyərlər. Fəqət İslamın dayağı iki şanlı rəhbər idi. Güneş ile ay bir idi, iki nur beraber idi. Ona ilk iman getirmiş, kesin ismi Heydər idi. Hem ona şah-ı vilayet, hem mürteza diyerler. Ne kadar melek var idi, onlara buyurdu Allah. Dedi ki, gelir Həbibim, bəzənilsin ali dərgah. Ki Xudanın izni ilə göyə meyrac etdi ol şah. Elə hətta getdi çatdı, ora münteha deyərlər. Başıva zibil atan bir qadının görüşünə getdin. Onu xəstə yatağında gülərək ziyarət etdin. Əl açan düşmənin olsa, yenə sən köməyinə yetdin. O səbəbdən övliyalar sənə can fəda deyərlər. O səbəbdən sənə övliyalar o canı fəda deyərlər. Bu hədistir ürəfadan, bunu əlbət eşidərlər. Dedi bir parəmi Əhməd Xorasanda dəfn edərlər. Gün olar aşık olanlar ora dəstə ilə gedərlər. Ona gah Şah-ı Xorasan, gah İmam Rıza deyərlər. Ona gah Şah-ı Xorasan, gah İmam Rıza deyərlər. Dedi Peyğəmbər olardı iki dünyada qürurun. Biri səbrimdən əlamət, biri üsyanda zühurum. İki yarım, iki canım, iki çeşməm, iki nurum. Biri Şah-ı Kərbəladır, biri Müstəfa deyərlər. Allah'ın bir yarı vardır, ona Mustafa deyərlər. Olacaq gözləri ağlar sənə zülm ilə. Olacaq gözləri ağlar səni zülm ilə yoranlar. Közərər ateş içində dişini daşla qıranlar. Qapıva odla gələnlər, qızıva şillə vuranlar. Axı məhşərdə nə üzlə bizə et şəfa deyərlər. Axı məhşərdə nə üzlə bizə et şəfa deyərlər.